Hepinize selam. Bugün sizlerle birlikte İsviçre'ye gidiyoruz. Bu arada oyunu oynamak isteyenler için oyun adını burada bir yere koyacağım. Benden çok soruşulmuştu ki ad günü partini hatırlayacaksam 22 Mart eləyəcəm, yeni bazar günü edəcəm. Bu videonu normalde 5. gün editleyip bitirmeliydim. Ama ben 5. gün editleyip bitirdim. Bu için dünən bir tık daha fazla hasta olduğum için hiçbir şekilde seslendirebilmezdim. Ama bugün geciktirmeyeyim diye, siz video gözleyenler çok olmuştu diye mecbur tez editlemeye çalıştım. Ve artık aeroporta çatdık. Burada maşını park eləyirəm. Biletimizi aldık ve İsveçrəyə yollanırıq. Artık aeroportdayam ve yerimi almışam. İndi masaj eləyirəm. Bəli, burada artıq təyyarə qalxıb. Burada isə artıq yeməkləri yeyirəm. Matcha və belə süd və hamburger var idi. Artıq çatmışıq və mən otel tutmağa gedirəm. Bəli, gəldik və mənim evim buraydı. Ev çox gözəl olduğu üçün turlamaq istədim. Burada evin girişində bir ayaq yolu var idi. Çox şirin bir mətbəxi var idi. Burada isə kiçik oturma takımı var. Burada da belə stollar var. Sonra isə burada belə açıram, burada nə var? Burada da kiçik bir ayaq yolu var. Otaqları çox yaxşı dizayn olunmuşdu. Sonra burada belə bir otaq var və mən burada qərarlaşdırıram ki, bu otaqda yatacağam böyük ehtimal. Mənzərəsi isə gerçəkdən çox qəşəng idi. Mən bu evi çox bəyəndim. Sonra burada belə otaq var idi. Yenə burada çox şirin dizayn olunmuşdu. Burada balkon var imiş. Balkonu da tam olaraq gəzdirdim. Yenə burada çox şirin idi. Mənzərə yenə gerçəkdən möhtəşəm. Ben artık hazıram ve gedirik. Artık eve geldim. Ben ise hazırlanıp yemek yiyeceğim.
Mən isə biraz telefona baxıb sonra yatıram. Səhər olur və mən durdum. Biraz su içirəm və əl üzümü yuyuram. Burada isə artıq səhər yeməyimi yeyirəm. Hazırlaşdım və gedirik. Bugün isə bir marketə baxım dedim. Burada çox market yoxdur, bir neçə mağaza var sadəcə. Mən gəldim gördüm nə var bu mağazalarda. Burada heç bir şey tapa bilmədim. Sonra başqa bir mağazaya girdim və buradan gəzişəndə belə bir çəhrayı dəst gördüm və bunu çox bəyəndim. Bunu aldım. Burada isə mən xizə sürürdüm, lakin ağrım burada bitməyini heç istəməzdim. Və evə gəldim. Xəstəxanada çox vaxt itirmişdi. Ondan sonra da evə gəldim və bayağı bir vaxt keçdi. Yatdım. Durdum və təəssüflər olsun ki, bu gün mən artıq gedirəm. Yəni son günümdür. Burada isə qapımızı bağlayıram və sizdən sağollaşıram.